Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dili iş dəftərindən səhifə 41-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. 3A tapşırığında deyir ki, annotasiya yazarkən nələrə diqqət etməlisən? Düzgün fikirlərin qarşısındadır, yanlış fikirlərin qarşısında yaz. Əsərin müəllifi haqqında məlumat vermək məqsədi uyğundur, doğru. Əsərin qısa məzmun verilməlidir, doğru. Qəhrəmanların başına gələn hadisələr ətraflı təsvir edilməlidir, yanlış. Əsərdəki hadisələrin nəticələr qeyd edilməlidir, yanlış. Oxucunun diqqətini cəlb edəcək məlumatlar əks olunmalıdır, doğru. Beydəşliyin birinci bölməsində Viktor Hugo'nun Səfevilər əsərindən Qavroş və Gazetta mətnləri ilə tanış olmusan. Həmin mətnlərdən çıxış edərək Səfirlər kitabı haqqında annotasiya yaz. Elə təsəvvür edin ki, bu yazı yoxdur. Çünki bu belə yazmayın. Bu belə deyil. Belə yazın. Səfirlər əsərinin müəllifi fransız yazıcı Viktor Hugo'dur. Orada olan əsərlərdən bəziləri də Qavroş və Gazetta mətnləridir. Qavroş mətnində atası anasını polis aparmış, iki səfil uşağa Qavroşun kömək etməsindən onu öz evinə, yəni qaldığı yerə aparmasından danışılır və Qavroş özü də bir səfil idi. Sonra abzasdan yazırıq ki, Gazetta mətnində isə 8 yaşlı bir uşağın mehmanxanada işlədilməsindən, zorla işlədilməsindən danışırdı. Sahibəsi onu yarı ac, yarı çılpaq saxlayırdı. Yarı ac, yarı çılpaq saxlayırdı və Gazetta qorxusundan sahibəsinə etiraz edə bilmirdi. Yəni, hər iki mətndə də uşaqların hüquqlarının pozulmasından danışılır. Belə yazsaz daha yaxşı olar. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yeni etməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.